Müəllimlər direktorun qərarlarına etiraz etdi. Adi musiqi yarışmalarında belə jüri üzvlərinin musiqi təhsili olması əsas şərt sayıldığı halda, musiqi kollecində təhsil alan tələbələrin ifalarının bu sahədə ixtisası olmayan şəxslər tərəfindən qiymətləndirilməsi ciddi narazılıqlara səbəb olub. Gəncə Dövlət Regional Kollecində baş verən son hadisələr müəllim heyəti ilə kollecin direktoru Xoşqədəm Xudiyev arasında gərginlik yaradıb. Məlumata görə, musiqi təhsili olmadığı iddia edilən direktor müəllimləri iclasa toplayaraq onların peşəkar fəaliyyətinə dair mübahisəli və haqsız tələblər irəli sürüb. Müəllimlər bildirir ki, not bilməyən və musiqi sahəsində ixtisası olmayan şəxsin musiqi alətində ifa edən tələbələrin qiymətləndirilməsinə müdaxilə etməsi tədris prosesinə zərər vurur. İddialara əsasən, iclas zamanı bir sıra müəllimlər təhqir edilib. Haqsız tələblərə etiraz edən pedaqoqların isə iclaslara buraxılmayacağı bildirilib. Bu hal müəllimlərin ciddi narazılığına səbəb olub. Gərginlik direktorun vəzifəyə təyin olunduqdan sonra artıq 4-cü hüquqşünası iclas zalına gətirməsi və müəllimləri hədələdiyi iddiaları ilə daha da artıb. Bakı Newsas xəbər portalı olaraq təqdim etdiyimiz məsələnin səs yazısını da sizə sonda təqdim edəcəyik. Bildirilir ki, kollecin direktorunun susqunluğu vəziyyəti nəzarətdən çıxarıb. Nəticədə, müəllimlər açıq şəkildə etiraz edərək Xoşqədəm Xudiyevanın vəzifədən azad olunmasını tələb ediblər. Onlar hesab edir ki, musiqi təhsili müəssisəsinin idarəçiliyi bu sahənin incəliklərini bilməyən şəxslərin qərarları ilə həyata keçirilə bilməz. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi təqdim etmək icazə verməlidir. Dəfələrlə deyirəm, mən artıq qərar verdim. Burada müəyyən şəxslər iclasa buraxamayacaq. Əgər özünü idarə edə bilməyən, emosiyalarla çıxış edən insanlar mənə lazım deyil. Bu idarə belə olmamalıdır. Xahiş edirəm. Baxın, sizdən başqa danışan insanlar yoxdur. Bu qədər millət var, mən ondan danışıqlar. 4-5 say varmaq sanılan insanlardır. Yəni, iclası pozarlar. İclasa geçənlər ona yoxdur. Biz iclası pozdur. Qarşınızda cümlənizə fikir verin. Ay mənim kim Düz pozitiv cümlələr. Xahiş edirəm. Çıxın, xahiş edirəm cümlə. Mən çıxsam Türk polisi məndən çıxır. Kim sonra xahiş edirəm? Xahiş edirəm. Siz qara elə. İşə təmin olar. Bizə rəsməli hörməti deyil. Burada rahat bilirsiniz niye böyle geliyor. Bak yok ya, o bir şey valla. Bak bu kişi bu halkı terk ediyor. Bu halkı terk ediyor. Şu halkı gelin kurukladığından arasında göstermek kimse